Dostlar, hər birinizi salamlayıram. Yəqin ki, hər birinizin aptekə yolu düşür və dərman almalı olursunuz. Əgər əczaçı dərmanı kimə alacağınızı bilmirsə, mütləq bu sualı verir. Dərmanı qəbul edən şəxs hamilə qadındır, süd verəndir, bu tipli suallar sizə verir. Və yaxud da alıcı olan şəxs, yəni siz əczaçıya bildirirsiniz ki, dərmanı qəbul edəcək şəxs hamilə qadındır və yaxud da uşağa süd verir. Yəni laktasiya dövründədir. Və yaxud da dərmanı alırsınız, onun içlik vərəqəsinə baxırsınız, mütləq orada bir belə bölmə var. Hamiləlik və laktasiya dövründə qəbulu. Digər xəstəlikləri isə qısa bir başlıqla hansısa digər əlavə təsirlərin içərisində yazılırsa, lakin hamiləlik və laktasiya dövründə dərmanın qəbul istifadə qaydası mütləq ayrı bir başlıq formasında yazılır və buna ciddi yanaşılır. Hüquqi baxımdan da ciddi yanaşılır. Əksər hallarda da belə bir cümlə yazılır. Hamiləlik və laktasiya dövründə heç bir tədqiqat aparılmadığına görə dərmanın istifadə olunması tövsiyə edilmir. Yaxşı, əgər belədirsə, dərmanı hamilə qadına və yaxud da süd verən anaya necə verməliyik? Əgər onun buna ehtiyacı varsa. Yəni əvvəlcə bu tədqiqat aparılmayıb mövzusuna toxunum. Yadınızdadırsa, dərmanların doğum prosesi adlı bir video çəkmişdik və orada dərmanları kəşf edərkən, onu tədqiq edərkən mütləq könüllülər qrupu təyin olunur. Könüllülər də adətən kimdən təyin olunur? Yüksək məbləğə razı olan şəxslər və yaxud da depressiyada olan, belə deyək, yaşamağa marağı olmayan insanları adətən könüllü olaraq ilk növbədə seçirlər. Və burada təbii ki, bütün hüquqi çərçivələr qorunmaq şərti ilə seçirlər və onların üzərində tədqiqat aparılır. Və bu könüllülər heç bir zaman hamilə qadın və yaxud da süd verən ana olmur. Çünki hüquqi baxımdan da buna icazə yoxdur və hətta izləyicilərimiz arasında varsa, hamilə qadın və yaxud da süd verən ana varsa, yəqin ki, heç biri yüksək məbləğ belə olsa, öz övladına görə heç vaxt bu tədqiqata girməyə razı olmaz. Çünki nə nəticə verəcək bilinmir. Bu hallarda ölüm də baş verə bilər. Ona görə də ilk növbədə onu deyim ki, hamilələr və süd verən analar üzərində tədqiqat aparıla bilinmir hüquqi baxımdan və buna razı olan könüllü şəxslərin olmaması iləndir. Yalnız o şəxslər razı olur ki, yəni çox son bir moment olur və həmin hamilə qadın və yaxud da süd verən ana buradakı son ölüm riskini görəndən sonra, yəni artıq çıxış yolu olmadıqdan sonra razı ola bilir. Bu da hüquqi çərçivəyə daxildir. Bundan da əlavə, yəni ilk növbədə ilk sualımın cavabı bu oldu. İkinci növbədə də hamilə qadınlar və süd verən analar dərmanları necə qəbul etməlidirlər? Əgər burada tədqiqat aparılmayıbsa, nəticə yoxdursa, necə təyin olunacaq? Bu ağrıyır və yaxud da vəziyyəti yaxşı deyil. Dərmanları hamilə qadına və süd verən anaya təyin etmək üçün mütləq ginekoloqla məsləhətləşilməlidir. Yaxşı, indi sual verə bilərsiniz. Ginekoloq da tədqiqatın olmadığını görəndən sonra dərmanı necə təyin edəcək? Yalnız bir yol var. Xəstə demək buna, bu şəxslərin ikincili xəstəliklərin olub-olmaması, onlardakı patoloji vəziyyəti, ümumi bir tarixi, belə deyək, həyati tarixi və xəstəlik tarixlərini nəzərə alaraq ona öz praktikasında və yaxud da belə deyək, protokollarda gördüyü praktiki məlumatları tətbiq edərək ona riskli də olsa dərmanı təyin etmək məcburiyyətində olursa, həmin dərmanları təyin edir. Yəni, ginekoloqla məsləhətləşmək o demək deyil ki, ginekoloq deyəcək ki, misal üçün, diklofenak olar və yaxud da olmaz. O, yəni sizə bu tipli məlumatı özündən demir. Nəyəsə əsaslanaraq deyir və riski nəzərə alaraq deyir. Təbii ki, burada həkim məsuliyyəti və hüquqi çərçivə, hüquqi məsələlər də həkim tərəfindən nəzərə alınır. Belə dostlar, hamiləlik ciddi məsələdir, süd vermək ciddi məsələdir. Çünki burada risk olaraq təkcə ana deyil, həmçinin yeni bir can olan övlad da risk altına düşür deyə mütləq şəkildə burada hüquqi məsələlər nəzərə alınır və tədqiqatlar ona uyğun olaraq aparılır. Belə dostlar, sağ olun.